Galiba başlamamıştım, almamıştım. Mən Sabirabad rayon Surra kəndindən 44 günlük vətən müharibəsi şəhidi Mailov Bəxtiyar, atası Mailov İxtiyar. Şəhidim Bəxtiyar 1995-ci ildə olduğumuz bu evdə dünyaya gəlmişdir. Biz ailədə 5 nəfər, ata, ana, bir bacı, 2 qardaş. Təəssüflər olsun ki, biz kasıb ailə 2000-ci illərdə ölkəmizdə iqtisadiyyatının zəif olan vaxtında azanaqlı həyat tərzi yaşamışıq. Məhz şəhid biz 3 uşaq, 2 valideyn, o bir otaqda, bir göz damxada, işığın, suyun, qazın olmayan vaxtında məhz bu şəhid uşaqlıq həyatı keçirmişdi bacısı ilə, qardaşı ilə, ailəsi ilə. Deyərdim ki, heç uşaqlıq yaşamadılar. Zülmlə, çətinlə də olsa böyüyüb məktəbə getdi. Sabirabad rayon Surra kənd şəhid Şəfi Baba adına məktəbi bitirdi. Məktəbi bitirdikdən sonra öz vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə çağırıldı. Hərbi xidmətin də Ağdamda, Ensayda hərbi hissədə, döyüş sərhəd bölgəsində hərbi xidmətin başa vurdu. Hərbi xidmətin başa vurundan sonra evimizə gəldi, amma Bəxtiyar kiçik vaxtlarından öz ailəsinə, öz elinə, obasına bağlı zirək uşaq idi. Hətta onlar 2 qardaş kasıb şəraitdə yaşayan vaxtı biz xırdabaşçı heyvan saxlayırdıq, qoyun saxlayırdıq. Onlar uşaq vaxtından, yolu tanımayan vaxtından heyvanları çölə aparanda qardaşı danışır. Çölün yolun qırağındakı ağaclara, tikanlara parçalar bağlayırlarmış ki, evə qaydanda evimizin yerini tapa bilək. Yəni o uşaqlar o vəziyyətdə böyüyüb, bütün el, kənd cəmiyyətləri bunu təsdiqlər ki, deyərdim ki, çox adam kasıb, çox adam acınacaqlı yaşayıb, amma bu uşaqlar, bizim ailə heç yerdə işləmədən, heç yerdən təminat olmadan, öz zəhmətimizlə, körpə vaxtından zəhmətə qarşılaraq böyüdülər. Hərbi xidmətdən sonra da heç valla mən açığı məcbur eləmirdim, qoymurdum ki, az tapaq, az yeyək, çox tapaq, çox yeyərik. Amma öz vicdanıyla, şərəfi ilə gedib işləyirdi Bakıda, hansı rayonlarda, tikintilərdə işləyirdi. İşləməyinə baxmayaraq aldığı mavacibi, şəhid də, qardaşı da köpüyünə qədər gətirib öz ailəsinə, öz evinə xərcləyirdi. 17 il şəhid damxada böyüdü. O acınacaqlı vəziyyətdə böyüyüb, əlləri çörəyə çatdı. Allah çox şükürlər olsun ki, ailəmizə, bizə kömək elədilər. Evimizi tikdik, kömək elədi, maşın aldıq. Evin bütün şəraitlərinə işləyirlər 2 qardaş. Mən də taksi işləyirdim. Öz hala zəhmətimizlə dolanırdıq, çörəyimizi qazanırdıq, yaşayırdıq. Ancaq öz kiçik həyatımızı, sadə həyatımızı yaşamamızla bərabər bizim torpaqlar yağ düşmən əlində idi. 94-cü ildə atəşkəs oldu. O illərdə bizim 2 oğullarımız, qəhrəman oğullarımız şəhid oldular, qazi oldular. Mənim 4 qardaşım döyüşüb. Məndən başqa bütün 4 qardaşlarım həmən bölgələrdə döyüşüb. Mənim də elə bilmədiyimi, getmədiyimi məhz Bəxtiyarlədi. Gördüyünüz o mayka, ondan sonra görmüşük Bəxtiyarın Xocalı faciəsi olan yazılı maykanı o da özü həm cavan vaxtlarından, uşaq vaxtlarından geyib, o hisslə böyüyüb. Budur Azərbaycan gənci, budur Bəxtiyarlar, firavunlar. 2 qardaş Bakıda işləyirlərdi. Qardaşına kişi gətirdik, 20 yanvar deyilən ərazidən gəl Sabirabada taksilər gəldi. Taksinin olmayan vaxtında mən oradan zəng edib tapşırdım ki, 3 sənə döyüşə gedən könüllümüzü özüm şəxsən gecə saat 9-da öz işin əlindən qutardı, ata işimi qutarım, hörgümü, məvacibimi alım gəlim. Elə də oldu. Saat 9-10 rədarlarında gəldi Bəxtiyar evimizə. O abu hava ilə, hər birimizin qəlbində qisas hissi ilə. Gördüyünüz bu çarpayı Bəxtiyarın axırıncı yatdığı çarpaydı. Yorğun, işdən çıxmış, çörəyin yedi, heç yerdə getmədi. Gözümün qabağındadır. Bəxtiyar burada gecə yatdı. Elə ürəyimizə damımızdı. İstəyirdik ki, oturaq sabahıcan Bəxtiyara biz baxaq. Səhər yuxudan durdu, çörəmizi yedik. O qədər Bəxtiyar çılğın idi. O qədər zirə uşaq idi ki, həqiqi də çox çılğın idi. Biz anası ilə onu çox qoruqluyduq. O maşın da öz zəhmətini alınan maşını hələ ova verməmişdik sürməyə. Ona görə ki, o çılğınlığına görə onu qoruyurduq. Bəxtiyar səhər tezə maşını verdim. Heç kim də bilmir ki, bu hara gedir. Gedir babası ilə, dayısı ilə sağollaşdı. Onlar bilmirlər ki, Bəxtiyar hara gedir. Amma Bəxtiyar, biz də bilmirdik ki, bu Bəxtiyarın son gedişi olar. Bəxtiyar öz maşınımızı mindi, sürə-sürə getdik hərbi komissarlığa. Bir abu-hava vardı, bir sevinci vardı. Heç bir ana oğlunun dayıcına getməmişdi. Hamısı atalar çöldə gülə-gülə sevinclə, çünki o oğullar qisas almağa gedirdi. O oğulları içindəki olan hisslər, vətənpərvərlik, qeyriyyət, kişilik hissi hazırlamışdı. Bu oğullar anadan doğulmuşdular qisasçın. Bu oğullar anadan doğulmuşdular şəhid olmasın. Hani ikisindən döyüşdə girdilər,
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı gərgin döyüşlərdə oldular. Daim oğlu Xanbala, Allah Firəvan balamıza bütün şəhidlərimizin ruhunu şad eləsin. Gedib o müqəddəs torpaqları bir-bir ziyarət eləmişik. Hər kəs gedəndə ayaqlarını qoyanda asıda qoysunlar ki, orada şəhid qanı var. Gördüyünüz Bəxtiyarın vurulduğu maşından qalan hissələrdəndir. Oradan maşında 21-də maşında vurulublar. Düşmən tərəfindən yandırıcı silahla. Bəxtiyar o maşından sağ çıxmışdı. Maşından sağ çıxıb orada 6 şəhid verdilər. Qubadlının yaz düz ərazisində. Təzədəndən mühüm tapşırıq yerinə yetirmək üçün komandirlərlə bir yerdə döyüş tapşırığı alıblar. Qubadlının yazı düz ərazisinə giriblər. Düşmən postunu almaqdan ötəri 21 axşam gecə öz taburu ilə əskərləri, komandirləri bir yerdə həmin təpəliyi döyüşüb əldə ediblər. Təəssüflər olsun ki, öz dostları ilə bir yerdə, bax gördüyünüz həmin bir yerdə şəhid olan dostlardır hamısı. Hamısı olan taburun dostları, uşaqlardır. Gördüyünüz hamısı hər bir bölgəmizdən, onlarla bir yerdə 28 dənə orada bir yerdə şəhid verdik. 21-də şəhid oldular. Qızğın döyüşlər gedirdi. Təəssüflər olsun ki, müharibə şəraitidir. Ayın 4-də dövlətimizin, qəhrəmanlığımızın sayəsində şəhidlərimizi götürdük. 14 gün o şəhidlər qanın tökülərək torpaq üstündə qaldılar. Biz də valideyndir, o çətinliyi yaşadıq, gördük. Anası da deyirdi ki, oğlum şəhid olsun, amma düşmənlərlə düşməsin. Ürəyimə də danmışdı ki, Bəxtiyar şəhiddir. Ona görə ki, Bəxtiyar o da zirək deyəm, qoçaq deyərəm, oğlu idi ki, o hara düşsəydi, bizə zəng eləyərdi. 19-da axırıncı dəfə danışığımız olurdu. Müharibə də qaçırmaq üzrə o gün danışanda dedim özündən müğayət ol Bəxtiyar. Dedi ata, siz özünüzdən müğayət olun, mən yaxşı olacağam. Axır sözü bu olub. Həkərə çayının sahilində vurulan körpünün yanında. Ki ata, özünüzdən müğayət olun, mən yaxşı olacağam. Onunla da əlaqəmiz kəsilmişdi. 4-də təhvil verdilər. Mən o 21-lə 4-əcən Allah heç bir valideynə o anı yaşatmasın. Nələr çəkdim Allah bilir. Bilə-bilə ki, oğlun şəhiddir, qəlbində gizlədib anasından gizlətmək o üçün böyük ürək lazım idi. Biz də o ürəyin sahibi olduq ki, 4-də xəbər gəldi, Beyləqana getdim. Özüm girib Bəxtiyarın, şəhidimin, oğlumun cəsədini görəndə and olsun Allaha gözümdən yaş çıxmadı sevincimdən. Çünki sevindim ki, Bəxtiyarımı tapdıq. Cəmaət Allah elimizə, ovamıza bərəkət versin. Hamı həyətdə idi, anası, qardaşı zəngiləyir durmadan. Qardaşına o axır sözüm oldu ki, zəngilədi, anasına demirdim. Dedim, qardaşım şəhiddir, anamın bacının yanında möhkəmdir. Qürurla da o sözü mən dedim. Allah bütün şəhid balalarımızın ruhunu şadləsin. Qürur yerimiz odur ki, bütün torpaqlarımız bərpa olundu. Azərbaycanı bütün dünyaya tanıdan bu oğullarımız oldu. Bütün dünyaya sübut elədi ki, Azərbaycanın belə igid oğulları var. Bütün dünyaya Azərbaycan igidinin, Azərbaycan oğlunun nəyə qadir olduğunu məhz Bəxtiyar, Firəvanlar, gördüyünüz burada olan, olmayan oğullarımız, qazilərimiz oldu. Maylova Mərzə, şəhid, Sabirabad şəhidi Maylov Bəxtiyar, İxtiyar oğlunun anasıyam. Bəxtiyar uşaqlıqdan dəcə uşağı idi. Vaxt gəldi, vədə gəldi, əskəriyə getdi. Ağdamda əskərliyin elədi. Sonra müharibə başladı, könüllü özü müharibəyə getdi. Atasının təkidinə baxmayaraq mənə zəng eləmirdi ki, anam ağlayır. Heç vaxt istəməzdi ki, anası ağlasın. Hətta yuxuma da girdi. Dedi ki, niyə ağlayırsan? Yerim yaxşıdır, narahat olma. Allah cəmi şəhidlərimizin məkanı cənnət eləsin, ruhunu şad eləsin. Mən də balam onun içində. Bayraqlarımız həmişə bayraqlar içində uca olsun. Dövlətimizdə, dövlətlər içində.